Cavan oğlan hara gelirsiniz? Təsərrüfatımıza. Biraz peyin adı yaymağa gedir. Neçə yaşın var? 40. Deyirlər rayon yerində cavan adamlar təsərrüfatla məşğul olmur, amma sizin yaşınız... Yalandan deyirlər. Nə qədər torpağın var? 2 hektar yarım belə torpağım var. Arpa əkir, buğda əkir. Suyumuz yoxdur. Yaxında kanal zadı yoxdur burada. Var, kanallar var ya, su istifadə edə bilmirik. Sən hara gelirsin, Ağsaqqal? Mən heç yerə aşağı. Təsən Raycan. Adın nədir? Adımı neymişsə sən? Bəlkə kömək eləyim mən gedim sizə. Yox, sağ ol. Bax 2 saatdir görsə dayanmısınız burada traktor gəzirəm ki, mən yer sürmürəm. Ona görə də nə etmək lazımdır? Gelib dövlət dəstəyindən özünə traktor almalısan. Traktor almalıyam. Cəmi 20% ödəyirsən, yerdə qalan 40% dövlət. dövlət qarşılayır, 40%-ni 5 illik faizsiz verirlər, 10%-ni də dövlət ödəyir. Nə Sağ istəyirsən? olsun götürürük. Götür də. Fikir vermişəm. Çox vaxt dövlətdən ala biləcəkləri dəstəkdən xəbərləri olmur bu fermerlərin. Amma rayondakı dövlət aqrar inkişaf mərkəzləri fermerləri yaxşı məlumatlandırırlar və nə lazımdırsa kömək də eləyirlər. Ay Ələskər, neçə hektardır sənin bu torpağın? 55 Nə əkmisən burada? direktər 10 sot yolcadır. Qalan direktər 40 sotdakı bu yerdir. Qardaş traktor sürücüsüdür. Traktoru sizi çağırmışam yerimi sürməyə. Sahib. Sahib. Belarus 12-21-dir. Bu fermerlərin ən çox əlindən tutan traktorlardan biridir. Dövlət dəstəyindən almısan? Bəli, bəli. 40%-lə də, hə? Biz burada nə iş görəcəyik? Mən kənd adamıyam, mən də işləməliyim. Allah canı sağ olsun. Ələskər. Yerimi sürdürəcəm. Şum vurmağa gəlmişəm Ələskər. Şum vuracaqsın. Şum vuracaq. Şumu neçəyə vururlar? Şumu indi danışıb da... Razılaşırsınız da. Razılaşırsınız da görə yaxın. Kənd adamları belədir də. Qiymət məsələsində problem yoxdur, razılaşırsınız. Şumlayandan sonra diski mala kötan əvəzinə o qoşulur. Sonra toxum səpən selka deyirsiniz ona. Onda biz bir dənə şum vuraq icazənlə Ələskər. İcazə ver sükan arxasından mən keçim. Hə, yavaş-yavaş kənd adamı olmağa başlamışam. Kötan yerdədir. Sahib neçə ildir bu işlə məşğulsan qardaş? Sağlıqdan. Neçə yaşın var? Qı. Qıraqdan asan gördürür şəhər adamlarını. Elə bilirlər ki, gəldi elə torpağa nə əkdin, o dəqiqə bitir. Bu torpağı neçə dəfə şumlamalıyıq? Yəni dərinlik nə qədər olmalıdır? 20 sm. 20 sm alınır. Məndən kənd adamı olar. Dönəndə kötanı mütləq qaldırmaq lazımdır ki, dəyməsin yerə. Bir salınmır ha. Hərəkətli torpağa oxşayır buranın torpağı. Hə, yaxşıdır. Yaxşı torpaq. Traktoru sürməyə sürücülük vəsiqəsi, prava lazımdır. Varındır. Onun üçün təlim keçirlər, öyrədirlər. Mənə elə gəlir ki, bu qədər bəsdir. Ya Allah. Qoy bir də gördüyümüz işin nəticəsinə bir baxım görüm. Məncə yaxşı alınıb, pis alınmayıb. Sahib çox sağ ol qardaş. Əlin, qolun var olsun.